gəlib. Bunu deyən, iddia eləyən, yaxındakı olan dostlarıma hətta bunu soruşmuşdum. Ona görə biz dostluğumuza belə zərər gəldi. Dedim ki, bax, sənin özünün də qızın var, mənim də qızım var. Sən kiməsə öz qızını 9 yaşında ərə verərsənmi? Bu cavabı belə olmuşdu ki, Peyğəmbər istəsə verərəm. Dedim, Peyğəmbər heç bir zaman şərəfsizlik eləməz belə. Deməli, dəyərli qardaşlarım, Elşad Miri dostu ilə arasında olan bir diyaloqdan danışır. Bundan öncə nəzərinizə çatdırım ki, bütün xalqımız, qardaşlarım və bacılarım bilirsiniz ki, Muhammed sallallahu aleyhi və səlləm Ayşə anamızla onun gənc yaşlarında evlənib. Elşad Miri dostu ilə arasında söhbət eləyir, bir diyaloq eləyir. Ona sual verir ki, sən istəyərsənmi sənin qızın gənc yaşında hansısa bir kişiyə getsin? O da deyir ki, əgər o kişi Peyğəmbər olsa, Muhammed sallallahu aleyhi və səlləm mən ona verərəm qızımı. Elşad Miri isə cavab olaraq deyir ki, Peyğəmbər belə şərəfsizlik etməz. Biz müsəlmanlar 1400 ildir etiqad edirik ki, yəni o vaxtdan bu vaxta qədər səhih hədislərə görə etiqad olunur ki, Allah Rasulü Muhammed sallallahu aleyhi ve sellem Abu Bakrın qızı Ayşə anamızla onun az yaş vaxtında, yəni az yaşlı vaxtında evlənib. Bu da səhih hədislərə görə öz əksini tapıb. Elşad Miri isə deyir ki, yəni biz müsəlmanların etiqadına görə Peyğəmbər sallallahu aleyhi ve sellem şərəfsizlik eləyib. Yəni bu sözü biz dilimizə gətirməkdən də utanırıq. Allaha sığınırıq ki, belə bir iyrənc, fahiş bir sözü Allah Rasulü sallallahu aleyhi ve sellem haqqında deyək. Lakin Elşad Miri bunu deyir. Yəni o qədər azğınlaşıb ki, dəyərli xalqım, dəyərli müsəlmanlar, artıq Peyğəmbərimiz Muhammed sallallahu aleyhi ve sellemin şərəf və ləyaqətinə dil uzadır. Bütün müsəlmanlar bu hədislərə etiqad eləyib, inanıb, özlərinə etiqad eləyiblər ki, Allahın Rasulü Muhammed sallallahu aleyhi ve sellem Ayşə anamızla gənc yaşında evlənib. Amma bu isə deyir ki, Peyğəmbər belə şərəfsizlik etməz. Yəni biz bilirik ki, Peyğəmbər Muhammed sallallahu aleyhi ve sellem bu evliliyi edib. Elşada görə Peyğəmbər Muhammed sallallahu aleyhi ve sellem deməli şərəfsizlik eləyib. Allahdan istəyirik ki, Allah subhanahu ve teala Peyğəmbərimiz Muhammed sallallahu aleyhi ve sellemin şərəf və ləyaqətinə dil uzadanların elə şərəflərin və ləyaqətlərini alçatsın, onları heç vaxt ucaltmasın Allah subhanahu ve teala.